Oktyabrın 11-i günorta saatlarında Bakı şəhər Suraxan rayonu ərazisində qətl hadisəsi törədilib. Belə ki, Dövlət Gömrük Komitəsinin hava nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı 1982-ci il təvəllüdlü Ayxan Fəxrəddin oğlu Mustafayev bıçaqlanaraq öldürülüb. Bildirilib ki, hadisə Əmircan qəsəbəsi ərazisində Ayxan Mustafayevə məxsus mağazada baş verib. Xəstəxanaya çatdırılan 43 yaşlı kişi orada dünyasını dəyişib. Ona bıçaqla xəsarətlər yetirərək öldürməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü Xəllov polis tərəfindən saxlanılıb. Baş vermiş faktla bağlı cinayət işi açılıb. Qeyd edək ki, hadisə barədə ilk məlumatı Baku Post yayıb. Suraxanı rayon prokurorluğu da hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, oktyabrın 11-i Suraxanı rayonu Əmircan qəsəbəsi ərazisində 1982-ci il təvəllüdlü Ayxan Mustafayevin öldürülməsi barədə məlumat verilib. Araşdırma zamanı 2009-cu il təvəllüdlü şəxsin bıçaqla xəsarət yetirərək Ayxan Mustafayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Suraxanı rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1 qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Həmin şəxs rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir, əlavə məlumatlar veriləcək.